etməliyəm. Və ona görə bu, onu fikirləşdim ki, mənim bir kontakt olsun, yəni sizə də rahat olsun, mənə də rahat olsun. Əslində biz hansısa mühiti yaratmaq istəyik, yəni mən çalışacaq o mühit yaratsın, yəni rəqətə olsun. Və birdən bir başa düşdüm ki, nə deməliyəm? Deyim, nə deməliyəm? Təxminən 10 il yadıma düşür. Yunus Emre'nin belə bir sətirləri var. Bir mən var məndə, məndən içəri. Yəni, 3 mən. Mən dərhal fikirləşdim ki, bir mən var məndə, məndən kənarda. Fikirləşdim ki, bu məndən kənarda, 3 mən məndən kənarda, 3 mən məndən içəri. Bunların münasibəti necə? Siz başa düşürsünüz ki, mən ciddiyə və zarafat edirəm. Ciddiyə və çalışıram. Rahat olsun söylədim. Və fikirləşdim ki, o mən ki var, məndən içəri. O əziyyət çəkir, o ağrıyır, o vurulur, o məyus olur, o peşman olur, o dilxor olur. Bu mən, Kədikadadakı mən deyir ki, artıq sən vaxtın keçib, qədər keçibsə də olmaz. Bunu istərsənməz təslim olur, bəzi təslim olur. Və sonra fikirləşdim ki, mən sizin qabınızda kim olacaq? Kənar bəliyə, üç kənarda olan üç mən, üç mənlə kənarda olan yaxın. Buna cavabdan və bunu birinci girişim bitirirəm. Və sonra yeni qəlbə fikirlər gəldi. Və fikirləşdim ki, elə oldu ki, bu il özü-özündən alındı. Sizə baxıram. Ki, bu il deyəndə ki, Yanvarda musiqi ilə bağlı oldu mənim. Musiqiçilər, bəstəkarlar, ifalar, danışırlar, yazırlar və s. Fikirləşdim ki, bu dilindən mən çıxışımı da ulaşdıra bilərəm, ya yox. Və mənə oxuyanlar bilirlər ki, son vaxtlar mənim əsas janrım mövzu və variasiyalar. Mən fikirləşdim ki, bu da mövzu olacaq və variasiyalar. Amma sonra fikirləşdim ki, alınmır, yəni mən bir nədən danışmaq istəyirəm. Onda variasiyalar oldu addımlar və çıxışımın adı da oldu mövzu və 7 adım. 7 çox şərtli deyil, rəqəməsi gözəldir, 10 da ola bilər, bəlkə çox ola bilər, amma hər halda 7-də bir kifayət var, yəni sonluq var, bir tövülük var. Ya deməkdə yolu bitir. Və onda bu janrı seçdim və bu iki yanaşmadır. Geliş kimi deyirlər ki, bir nə dərəcə bu gelişlər sizi mənlə bir tanalda kökləndirdiyimi razı seçmədim. Yəni, nə dərəcə biz rabitə qurduq, hər halda mən burada olan insanlar mənə xoşdur, mən burada olanlarla çox rahat özümü istəyirəm. Və bu gelişdən sonra keçirəm mövzuya. Və necə oldu ki, bu görüş yönetindən nə var? Deyəcək. Deməli, 2 il buna qabaq, deyir ki, rəfa yoxdur, mən gələcək. Kimsə yenə var, 2 il buna qabaq olanlardan. Sizdən başqa. Dəyişir də öyrənir. Dəyişir, artıq dəyişir. 2 il buna qabaq mən belə yığdım özümdən danışdım. Onda mən də deyəndi ki, həyat qırardı, rəqəmlər, onları oturur. Və elə oldu ki, o söhbət 2022-dən 2022 yılından sonra gəldi tikabı. Yəni, balaca bir əməliyyat elədilər. Əməliyyatdan sonra analiz elədilər və ilin axırında 22-dən mənə dedilər ki, sizdən qalır. Yanvarda təxminən başladı düşünməyə. Və indi mövzunun adını və o vaxt bu yanaşma olmadı, amma təxminən 2 ildə sonra bu yanaşma oldu. İndi o canlıya mən devam edeyim. Yəni mən fikirləşimdə onkologiyadan
xeyli şeylər fikirləşdim və mövzu, o gözü antologiyalı xoş xəbər. Mən bu cümlədə başlayıram öz küfürlərini. Siz bilirsiniz ki, xoş xəbər çox vaxt divan yerine gitməyəcək edirlər. Laqayveyiz xoş xəbərli. Məndə də provokasiya var, məndə də küfür edirlər ki, mən də sizi sarsıdırım, hər halda yanlara bizim etirazı olan. Amma yəni o Koloniya Naqara Yalvarının əvvəllərində, təbii mən bilmirdim ki, elə olacaq, iyi olacaq, festival olacaq, musiki olacaq, onlar hamısını bilmirdim. Mən bilirdim ki, necə özümü aparmalıyım. Yenə deyim, sarsılma. Onu gördüm mən qəhrəmanlar deyildim, tamam, düşünməyi bacaram. Və birinci onu fikirləşdim ki, mən yerək qalan illərdə ləyəbət yaşayım. Amma indidən başlayıb, indidən istəyəm başa, indidən sizə deyim ki, sözlər bəzanladır. Ləyəqət bizdə bir pafosluq sözdür. Əslində o ləyəqət sözündə məndə pafos yoxdur. Ləyəqət sözündə əslində məndə, məsələn, Lomonosovun sözü var, tragik şənlik. Yaxud mən fikirləşirdim ki, bu qamətdir, mənə fikirlərim qamət. Yəni, dünya dağılsa da mən bunu seçmişəm. Yəni, bu haradasa pozadır, haradasa rest, haradasa qamətdir. Yəni, o ləyəqət o idi ki, mən belə yaşaya bilərəm, başqa cür hamısı edəcəm. Yəni, bu seçim mən çox vacibdir ki, və ona deyim ki, o seçim mənə yürüdür. Yəni, o seçimdə, necə deyim, burnuxma yoxdur, xırdaçılıq yoxdur və s. Nəsə o deyil deməliyim, bilməm, siz özünüz. Yəni, mən çalışıram, deyim, amma siz özünüzə öz cavabınızı tapırsınız. Yəni, bunu fikirləşdim. İkinci də fikirləşdim, və bu da yəni, sizə deyim, vacib bir sözlər, bir qurdu vardır. Fikirləşdim ki, mən həyatımı xəstəxana, həkim, dərman, müalicə elə yaşamayacaq. Düz dərhal başa düşürəm ki, ola bilərdir ki, məsələyə vəziyyətdə olaydı ki, o məcbur olan. Hər halda mənə o imkan verilmişdi ki, mən elə yaşamayayım. Və onu deyim ki, məsələn, bir dəfə prosedura gedəndə, mən də deyəndə ki, bir aydan sonra gələcəksən, mən xeyli xoşbaxt oldum ki, bir ayda imkan verildə. Və dərhal bu qısa da aşacaq, geniş tarafı olar. Məsələn, bu qarda aşmışam. Məsələn, Kamilon Sizif haqqında etüdü var. Sizin sərbəst olmaq imkanları var. Hətta Sizif edir. Və mənim də sərəkib, xeyli rahat oldum. Ondan sonra fikirləşdim ki, yəni, xəstəliyə nə qədər faiz verək deyərəm. Və özüm üçün dedim ki, yəni, maksimum 10% deməli xəstəliyə, sağalmağa, dostlar boyunda normal yaşayacaq. Sonra yavaş-yavaş elan bilirdi, yavaş-yavaş o 10% oldu, 5%, sonra bir aydan sonra gəldim, 2 aydan sonra elan getmədim. Dedim, gedər və sonra getmədim, artıq 2 ay sonra gitməmişim, buraya gedəcəm. Amma onu da başa düşürəm. Yəni, mən oraya gedəcəyim, ona görə yox ki, yəni, bədən deyəcək belə. Onu bu deyəcək. Bu çox vacib bir hesabı sizə çatırlar ki, yəni, mənim cəsarətim çatacaqmı ki, onu atır. Bunu mən bilmirəm. Mən bilirəm ki, kiminsə cəsarəti taxa bilər ki, mənim vəziyyətimdə ondan imtina edə bilər və qəlbə çalır bilər. Çox güman ki, məndə irada yoxdur. Amma hər halda, yəni, bunu fikirləşdimsə, yəni, bu yolu seçimsə, bu özü-özündə mənə bir uğur. Yəni, bu iki xoş xəbər, mənim üçün xoş xəbər. Amma gülmürsünüz, mən istəyirəm ki, siz biraz gəlməsiniz. Mən də artıq çalışıyorum, siz anlatırıcı olmasın. Akılın gözü üç xoş xəbər olmalı. Şöyle görmüyoruz. Sonra üçüncü mən də fikirləşdim ki, bu tədqiqdir. Fikirləşdim ki, mənim planlarım çox olur. Məsələn, indi mənim planlarım var, 100 illik planım var. Təbii 100 illik planım olmayacaq. Və fikirləşdim ki, nə isə eləməliyəm və o vaxtdan başladım arşivi nasıl tecrübe çıkarıyor? Qaydaya salmağa çalışdım. O demişsin ki, 3-4 sonra o da atıldı. Onda çok peşmanla ona qayıtmaq istəyirəm. Yəni, arşivimi mən eləməliyim. Onu deyim ki,
Düzdür, mən məsələn elə eləmişəm ki, mən kompüterime yalanı gelebilsin, dəvələrini gelebilsin. Amma onlar çaşacaq durur kompüterdə, bilməyəcəklər, harada da var. Yəni, onu fikirləşdi və o da mənə, onlar hamısı qəlbə terapiya. Bunlar ona yurttaşır, bunlar terapiya. Yəni, əslində mən yeri yıkmışam ki, bu rəqəmdən sürəsi demək istəyirəm. Bunu fikirləşdim. Sonra dördüncü çox ölçüdə maddi deyil. Mən başladım blog yazmağa. Blogda yazım, mən bir xəstəyim. Yəni, mən hamıya aşırı ki, baxın, mən xəstələnmişəm, gün və gün yazmağa başladım və gördüm ki, mənə oxuyucular var. Hətta məsələ elə adamlar oldu ki, mən benim o vəziyyətlədir, mən deyəcəyəm ki, oxusun, bir oxuduğu nəsil dediyim. Xala, bir xala çox oldu, dayı əmri azdır. Bir xala vardı. Və mən o blogu çox da atmışam geldim və gəlib eşbadım ki, o blogu devam etmək istəyirəm. Amma hər halda bir 6 ay o blog apardı. Nəhayət ən sonuncu. Mən istəyirəm burada da kəndəsim olsun, amma bu daha ciddidir. Yəni, əslində bu yanvardan olaraqdan fikirləşdim ki, ləyaqətli həyat, yəni bitməli. Ləyaqətli ölümdən. Başqa favoritı yoxdur. Onun üçün yaxarlı başa düşdüm. Ki, məsələn, ləyaqətsiz ölüm bunlar hamısı tapda bilər. Və bu məni çox əsəbləşdirdi. Mən doğrusu fikirləşdim ki, və ya da mən araşdırır axtardım ki, yəni, mən necə, iftanazi necə gedərəm. Sonra başa düşdüm ki, mümkün deyil. Yəni, hara gedəcəyəm, pul xərcləyəcəyəm, necə olacaq və s. Sonra intihar haqqında indi düşünürəm. Yəni, düşünürəm, belə deyək, faciəyi düşünmürəm. Düşünürəm ki, bu normaldır. Və mən necə belə fikirləşirəm ki, etnik insanların ixtiyarında olmalı. Doğma ixtiyarları yoxdur, özəl kimisi gətirirlər. Amma dünyada getmək, öz ixtiyarlarında olmalı. Ona görə, bax, bu 5 maddə deyil, 5 punkt yazıyım. Mənim bir, əslində mən sonrada başa düşdüm ki, yəni mən əslində özüm üçün çox vacib bir terapiya etmişdim, psixoterapiya etmişdim. Özümü normal yaşayışa uğraşdırmışdım, bir hansı sözü də anlatıyorsun, söhbət sözü deyil. Sözdən köklənib, daha başqa sözdür. Bax, deyilində, doğru tapa bilməz, fərqi yox. Yəni, siz başqa söhbət edin. Yəni, bununla mövzu bu olacaq. Yəni, söhbət onkologiyada getməyəcək, onkologiyadan çıxdı. Söhbət ondan gedir ki, yəni, onkologiyada hökm deyil, mikabot deyil, ondan qorxmalısınız. Yenə deyirəm. Bütün dedikləri və hamının dedikləri müəccəlçilər var. Elə adamlar var ki, onlara aid deyil. Təəssüf ki, belə həmşeylər. Bütün dediklər, mənim dediklərim ən bildik adamlara deyirlər, ehtimal müəyyən çərçivəsi var. Amma bu çərçivədə biz hamısı yaşayırıq. Mən çox istəyərdim ki, 500-də analogi olmasın. Bu mümkün deyil, gidəsə olacaq. Və ola bilər ki, o məqamda aiddir. Sizdə olacaq, olmayacaq, ola bilər müəyyən bir sözlərim mənə olan terapiya sizə də olan terapiya ola bilər. Yəni, ola görə bunları dedim. Və keçək birinci addıma. Birinci addım. Yox, bu ikinci addım, birinci addım. Birinci addım. Birinci addım diye bir şey. Mevzu var, sonra? Böyle birinci addım diye bir şey yok. Sen İkiden başlayalım. Orada şifayı var. Yani mən salam, zdrasти. Вот посадите вы рядом с соседей, можете сесть? Да, жаль, что опоздали, все сказал, что важных вещей. Deməli, birinci adım nə idi? Bir yer masalım. Deməli, burada mətləbə çatmaq deyil. Yəni, xoşbaxt olmaq söhbətlə gələndə, mən fikirləşim ki, bu xoşbaxt olmağın bir sadə cavabı var. Sadə cavabı elədir, o yol ayrıcına gəlir səsən. Yəni, o cavabdan sonra bir sol cavab gəlir ki, onlar solsuz. Amma o cavab vacib. Yəni, o cavab olmazsa heç nə alınmayacaq. O cavab çox sadədir.
Yəni, o adamlar ki, deyir ki, bu mümkündür, onlar mənim sözümə qulaq asa bilərlər. Kim ki, buna inanmırsa, mən heç deyə bilməyəcək. Yəni, hər deyəcəksiniz, hər deyəcəksiniz, hər deməyəcəksiniz, suud edə bilməyəcək. Və mən, deyim, iddiam da olmayacaq, yəni çalışmayacaq. Yəni, mən o adamlara deyirəm ki, onu hər deyirlər. Və bu çox vacibdir, ona görə ki, məsələn, mən onu Kopernik çevirçiliyəndə, mən bir neçə Kopernik çevirçiliyəndə həyatında olub. Bu nə vacibdir? Yəni, buna köklənməm heç nə mümkün deyil. Yəni, siz buna inanırsa, bu mümkündür. O bizə özünüz cavab verirsiniz, bu cavab xoşbəxt nədir? Fikirləşsəniz, bir də sual tapmayacaqsınız, cavab tapmayacaqsınız. Yəni, hamımız bilir ki, bu nədir? Yəni, o təxminən ona oxşuyur ki, vaxtı yargısı zaman haqqında deyək ki, məndən soruşmanı bilirəm, zaman nədir, soruşunu bilmirəm də. Xoşbəxtlik deyirlər. Yəni, cavab verməyədir, biz bilirik yəni. Cavab axtarada bilirik. Ona görə, siz bunu bilirsinizsə və buna hər deyirsinizsə, yəni, bütün həyatınız köklənəcək başqa bir qol olacaq. Siz özünüzə açıq olacaqsınız başqalarına, kosmosa və s. ilə hamısını sözü istəklər. Yəni, bir misal gətirib və onunla bu yolun davam edəcəksiniz. Yəni, bu yolun birinci addımı nədir? Burada olan Kemal da bilir, Beyrək də bilir, Ucal da bilir ki, mənim bir çox təcrübələrim hamam təcrübəsidir. 50 illik. 50 illik. Mən görürəm ki, bilirəm ki, məsələn, hamamda əsas söhbətlər nə deyəsən, bəlkə bizim mədəniyyətimiz geniş yayılır. Əsas can sağlığı. Düzdür, mən məsələn, bunu Ucala deyəndə dedi ki, can sağlığı bəlkə bədən deyil. Mən başa düşürüm ki, can sağlığı deyəndə məhz bədən nəzərdə olur. Yəni, bədən və mən Kopernik çevirçi deyəndə fikirləşirəm ki, bədən sağlamlığın fikirləşirəm, heç vaxt xoşmaq olmayacaq. Düzdür, burada təşhur məsələn. Məsələn, tamamda deyirəm, bəzi adamlar var ki, onlar bədəndən danışırlar. Amma əslində, ruhları çox güclüdür və özünə terapiya edir. Yəni, başqa güclüdür, özləri bilmirlər. Amma əsas adamlar, o bədən içində qalırlar. Və nəsə sadəcə şey deyil də, özəlliklə yoga. Gözəl, çox adam yoga məşğul olur. Yoga ilə, yəni köklənməmiş yoga ilə nəticə əldə etmək olar. Amma böyük nəticə əldə etmək istəyirsinizsə, əvvəlcə fikirləşərsiniz ki, yoga mümkündür, mən yoga kimi ola bilərəm. Yəni, o parlaq adamlar kimi olacaq. Yəni, bu şiirlərimizlə Kopernik çevirçi. Ondan sonra köklənir, ondan sonra yoga xeyir olur. Başa düşür? Yəni, bu addım vacibdir ki, siz özünüz inanasınız. İndi sizə də bizə etiraf edə bilərəm. Yəni, üç mən olan insanlıq məndə var. O bəzən deyil, yoxdur təbii. O deyil mümkündür, o deyil alınmayacaq, o deyil bir də şey var, o deyil Kərbalar, və. Yəni, o yola düşəndə bizim asfalt olmur, boşa asfalt olmur, xətlər, pis xətlər olmur. Amma, yəni, bu həm güclüdürsə, yəni mümkündürsə, o da çox şey köklənir, çox şey alınır, hər şey alınmır, və bu da heç vaxt iki də alınmır. Və bunun da, yəni, uzun söhbətdir, amma təxminə başa düşdünüz ki, mən deyirəm, yol aracından bu yolu seçirsiniz, bu yolu gedirsiniz, bu yolu yolcusu olursunuz, qorxmursunuz. Ümumiyyətlə, bu uzun söhbətdir, amma əsas bizim, necə maniyimiz qorxudur. Amma qorxu normal bir qorxu bizi çox şeydə xəbər verir, amma qorxunu aşmazsam, yəni qorxunu da aşmaq mümkün deyil. Yəni, aşmaq istəməsə, yəni bu yola çıxmasa, orada işlə alınmayacaq. Yəni, bundan bu adamı bitireyim. İndi hocam, ikinci adım. Və bu, sizi bu sözlər çaşdırmasın, inanalızları vidursun, onu girməni də çaşdırır. Yəni, bu Gusserlin kəşfidir. Və mən onu deməkdə bir neçə səbəbim var. Birinci, demək istəyirəm ki, ola bilər, məsələn, nə fikirləşərmişsin, bir saatdan sonra deyəcəksin, nə gözəl çıxış oldu, nə gözəl. İndidən mən deyim ki, yəni Gusserlin oxuyanda və işte başa düşməyəndə, mən başa düşdüm ki, mən müəyyən stalacaqlarla ayrıla bilməmişəm.
Yani burada necə deyim, burada tənqid deyil bu diyalog. Ben mesela istəyirəm ki, bəziləriniz peşələr olasınız, yəni peşələr ki, mən üstün olasın. Amma yəni mən bundan ayrıla bilmədim. Amma müəyyən dərəcədə mən bunun, yəni mən həmişə Sokratın bir kəlamı var, deyir ki, mən bir işlə bilmirəm. Mən deyirəm ki, yəni mən nəyi bilmirəm, nəyi bacarmıramsa, yaxşı başa düşəndə mən başqa addım deyə bilərəm. Yəni onu mən bilməyənəcəm, mən yalancı ideyalarını yaşayacağım, özümə alacağım və s. Mən o mənim üstün gətirimdən yaxşı başa düşürəm, nəyi bacarıram. Və ona görə mən dediklərimin əsasında əslində heç çıxarlar. Mən məsələn, özümü tərif edirlər ki, mən müəyyən dil qala bilmişim. Amma ostalatılara uyğun yeyə bilməmişəm. Usul o alimlərdəndir ki, çok yüksek standartlara malik yazı yazır. O da buralıdır ki, benim mesela Fiesta'nın Azakadem Söhbətini bıraksın. O əsas əsərlər o da 1900'lərdir. Yəni o 20. əsrin, o da presinin vacib bir səhədidir, o vardalar. Ama bu sözde Almanlardan başka işini terbiyoruz. Ama indi mən demək istəyirəm, niyə nəsə onu sağlar? Birinci, çok sade fenomenoloji nədir? Fenomen nədir? Çok sade. Yani o sade ne demektir? Ben işte yön daxilində sadələşdirirəm. Fenomen odur ki, insan, əşya, ağac, özü haqqında nəsə deyə bilir. Nəyisi gizləndir, ama nəsə deyil. O deyilən tərəf, deyilən tərəf fenomen. Deyilməyən tərəflər də var təbii. Redux sadələşdirmək. Məsələn, mən çox sadə deyə bilərəm ki, bu redux edədir. Redux məsələn, kəlbə soyursunuz, soğan soyursunuz. Amma bir fərq var da, o çox var. Kəlbə soyanda soğanır. Onun ortası var, kağıt tərəfi var. Burada ortası yox. Burada o proses. Yəni, o burada təmizlənmədir. Daimi təmizlənmədir. Sözlər göynəliyir. Göynəl formalaşır, mexanikləşir. Nəhayət ölür. Biz onlardan istifadə edirik. O ölü sözlər bizi də ölü hərəkətlərə gətirir, ölü aspektlərə gətirir. Yaxud məsələn, mən Saraya baxaram, siz yadınızdan mən sözü bir yazdınız, mən onu çıxandan demişdim. Mən yox deyirəm, yox deyirəm, sonra hə. Bu yoxlar olmasa, yəni nəyi silməsən, klişələr var, hazır cavablar var, o klişələri silməsən, sən cavab dili olmayacaqsın. Bax, fenomenoloji reduksiya bu prosesdir. Mən məsələn, yadımdadır ki, şeylə danışanda, o Berlin'də olan Çirkov, o deyildi ki, şifayı sonra dedim ki, minus poştast. Poştast çox qəlbədir, bəzi sözlər var ki, onlar mənə elə gəlir ki, verəndə dərhal alınmır. Məsələn, bayağılıq deyə bilərik, bəslik, sən bəlkə mənə kömək edə bilərsən, gəlsin ki, Murad söz verdi, gəlmə dəvşək deymək, o çox gözəl bir bilgidir. Amma siz başarılı söhbətlərdən gelir. O formal şeylərdən, o klişelərdən, o necə deyim, adət olunmuş şeylərdən gelir. Və o da deyir ki, məsələn, o da eləmiş deyirəm, bizim mədəniyyətdə dəhşətli fenomenoloji reduksiya edən bir nəfər var. O da belə gəlir, o da ölülər. Ölülər daim reduksiya, daim təzizlənmədir. Bax, bu mənada mən məsələn, deyə bilərəm ki, iki variant var. O da birini Zeynal'a xaş elədi, ikinci də sonra sağdan özüm yazdım. Yəni, insan olmaq yolu sanmadan insan olmaq gərək deyil. Yəni, insan olmaq gərək deyil, daim elədir. O daiminiz öləcəksiniz. Öləcəksiniz, yox, yavaş öləcəksiniz. Yəni, bir, nə bilim, hansısa hissəniz öləcək, hansısa sözünüz öləcək, hansısa münasibətiniz öləcək, hansısa, nə bilim, musiqiyə münasibətiniz öləcək, ağaca münasibətiniz öləcək, və s. Və onun dedim, Muradla danışırdık biz. Məsələn, cəhd sözü, o fikirləşdiyi mən dilləri o qədər yaxşı bilmirəm. Məsələn, Rus variantında o cəhd usiliyedir. Usiliyedə sila var, güc var, o da var. Cəhd sözündə mən o şeyi görmürəm, yəni başa sürət edirəm. Amma bu sila var ki, dəynəklə başdan vurmaq, sila var ki, daxildən nəysə aşağı bilirsiniz.
Yani bak, bu fenomenoloji induksa bence çok vacip bir şeydir. Yani o da değil ki, indi de başa düşürlər, axıraca bu sirlər də kesin. Onun için ki, əslində bu sir axtarır ki, nə var? Yəni, dünya bizə deyirsə, konstant olaraq axtarır. Mən konstant olaraq axtarmıram. Yəni, mən peşəkar deyiləm, mesela dostlardan uzaq. Amma mən imkan daxilində sizə biraz başa sala bildim. Və sizə də inan verdim və sizə də enerji verdim. Yəni, mənim əslində məqsədim heç də bilik-bilmək deyil. Coşkumu, heyecanımı size çatdırmaq. Bunu çatdıra bilmişlərsə, kifayət. Gecə 3 adım var. İkiden sonra. Yaxşıdır. Üçdə. 3 sayı. Tək rəqəmlər məndə sonra. Siz istəyirdiniz ki, biz gülək. Bacardınız. Yok yani, qəribə olardı ki, İran mənimlə anlayır ki, sən prezentasiyasını bacarırsan. Mən də orada prezentasiyasını bacarırım. Ona görə ki, o qocayım. Ona görə ki, bu mənim maraqlı deyil. Mən əslində nəyisə coşaraq demək istəyirəm. O mənə üçün vacibdir. Yəni, bunu deyə bildim, deyə bilmədim, o bilə vacib deyil. Mən qabaq fikir etmək istəyirəm ki, üçüncü adım nə idi? Bilirəm ki, heç də bilmirəm. Gerçəkli, görülüb, izlənə bilən vahidlərin toplamıdır. Görmədin, fikir vermədin, hissədir. Yox, o üçüncüdür. Deməli, üçüncü nədir? Mən dedim. Deməli, üçüncü mənim sizə dediyim fizika. Çok qəribə səs oldu. Yəni, mən deyim ki, mən çoxdan bir kitab yazıram. Çox yol bitirə bilməyəcəm. Başqa işlər var. O kitabın çox sadə adı var. Mən çalışdım ki, birbaşa olsun. Rusçada eləməyim. Asibi, gerçək yaşayacaq doğuyor. Bu da sadəsi yox. Özümdən və nə haqqında fikirləşirəm. Orada fikir böyle fəsillər var. Mənim tarixim, mənim dünya mədəniyyəti, mənim musiqim, mənim həyatım, mənim yaxınlarım, və mənim. Və o cümlədən mənim fizikam var. Fizikada çox iş bilmirəm. Və orada həmişə daim yerlər gəlir şeylərdə yazarlar. Üç söz işlədirir daim, bir şeylərlə. Rus'da çok sadedir bunlar, bu tercih edilir. Я не боюсь быть смешным, наивным и глупым. Я смешным, aydın'da gelir, naivdim. Bu da aydın, sadelik ama glupum deyəndə biraz çaşıram. Şu dərhal fikirləşim, mən axmaq demək istəmirəm. Başqa bir söz işlədirəm. Yəni çox demək ki, ağılsız deyil, mən nə? Amma niyə fizika? Yani 20. fizika, 20. əsr fizikası, yani Lak'tan başlayıp sonra Bohr, Einstein, Feynman vesaire vesaire. Yani onların mənə dediği məsələlər, yani mənə dediği ve mənim sizə dediğim məsələlər, yani normal şeyler, insanlı şeyler. Mesela işte okuyanım ben şaşmadım, bu sonra başladım düşünmeye, yani yani fizikleri düşünmedim. İnsan fikirləşir. Mesela 20. əsrin fizikasında, o cümləli kuant fizikasında müşahidəçi var. Müşahidəçi var. Fikirləşdim ki, bu nə deməkdir müşahidəçi? Müşahidəçi orada ki, mesela müəyyən hissəcik var. Bu bir gəlir, eyni eksperimenti, o hissəcik buradadır. Sərsi gəlir o hissəcik, o bir tərəfdir. Və bu çaşdırıcı bir şey. Bu o kadar çaştırıcıydı ki, şimdi deli olup dedi, şimdi Rusçalı dedi ki, Bog не может расставить кости. Yani Allah zer atabilmez. Yani zer atıp, seçim burada olacak. Sanmasın. O dedi ki, zer at böyle, o değil, biz de başka diyecek şey. Bu hissedik canlıdır. O biz ona bakanlıkta, bizim bakışımızdan asıl olarak yerini değiştiriyor. Ve sonra daha değerli getirdiler. Devlet öyle ki geçirdik, müşahede olmayan geçirdik yok. Bu beni tam çarptırdı. Gideceğim. Ve sonra Bohr
başlı sabahı ki, staxastik verayatlısı, yəni staxastik, bu həmişə elədir, bu incə mətləblərdə bu belədir. Yəni, mən fizikaya göz keçirəm, normal vəziyyədir. Kobud mətləblərdə elə deyil. Görürsə, bu adam belədir, bu spor belədir, bu münasibət belədir, bu və s. Hər şey aydındır. Elə ki, incə mətləbləri keçirik. Elə ki, sən o kobud şeyini yanaşını görməyəcəksin. Amma incə mətləblərdə, məsələn, mənim çox sevdiyim məsələ, qadın büyük olacaqsan, başqa cür olacaq. Kimsə buna elədir olacaq, kimsə darıxacaq. Biraz kobud danışıram, amma indi də şeiri var. Amma çox böyük bir ləzzət var. Mən sonra görüb o staxastik, yəni qeyri-müəllik, yəni belə də ola bilər, belə. İşdə xarac inanmır. İşdə ki, belə olmur. Mən bir-birik, nəsə sonra görəcək, hava görsün, iştirak edeyim. Bu, mənim fizikam. Mən gene deyəm, sizlər deyəm ki, swishtoy, tayyibli, klub olmada qorxmayaq. Və məhz swishtoy, naivni, yəni Azərbaycan gülməli, Sadıröv və avam. Avam. Ona görə ki, mən məsələn, mən deyim bilərəm, məsələn, Zübrüdü təbrik elədi, mən bunu yazdım. Bunu yazdım ki, təxminən eyni variantdır. Ne yazdım? Yazdım ki, alınanlar o kadar böyüktü ki, alınmayanlara fikir vermiyor. Yani həmişə sizi dünyayla başka bir temas kurdu. Bu, ona göre elbette imkanınız olsa fizikanın, popüler fizikanın imkan olsa mesela bu auditoriyanın devam edilse, bir yurtum alıp ve sporu üstüne dağlarını bir olabilir ki az çok biz davet edeyim ve ben mesela onun bir yerinde o profesyonel fizikanın karşısında mobilitar fizikanın karşısında ama aslında mesela ben görüyorum ki nisbilik nəzəriyyəsi artıq sənədşünaslıqda da inkişaf edir və kvant fizikası da nə vaxtsa bizim normal münasibətlərə müdaxilə olacaq. Biz görəcəyik ki, o belə deyək, kvant fizika bizim münasibətləri lübt edəcək, təcrübəyəcək. Və bu çox vacibdir. Yəni, bu necə mümkündür? Hədən sonra mümkündür. Yəni, o hədə olmaz. Yox, sinirsə. Yəni, çekilir, ne böyle tevaşir sirisine değil ama sirisine. Sonra neyse yazabilirsen. Ben biraz sadeleştireyim, basitleştireyim ve siz başarısız edin. Deli olmakla çıkmışım. Yani bu bir şey yapma oldu. Üçüncü dördüncü adı. Bu çok uzun bir süreç olacak. Yani bu meseleyi başlayacak. Ama sonra ciddi bitecek. Yani evvel görürsünüz müzikçilerin gol seminaresinde bitirdiği kıymetler. Mesela çok elbette böyle Hamide Hanım'ın haberlerinde o yazır ki gol seminaresi, yani müzikçileri karşıdır. И он был очень, в городе Семиром был очень веселым. Он хорошо учился, играл женские роли. Yani onlarda rolları ben çok maraqlıdır ki, yani edeceği gibi ağır kadın olarak gördüm. Şəhid olmağı çok maraqlı, orada bir Çernyavski adında bir insan vardı, o Şamaxıdan Malakan'dı vesaire uzun sürede. Ama bir şey ben düşünüldü ki, deməli, Necəli Həmidə xanım neyini yaxşı oxumuş. Həkimətləri okudu. Çok qəfil. Her şey yalan danışır. Siz bilirsiniz ama sonra yavaş yavaş ciddi meseleye geçiyor. Yavaş. 2 yıl bundan qabağa mən faiz orada xahiş etmişdim. İndi de faizle xahiş etmişdim. İndi mən şeyde müvəssəyə Просто sonra ben hale getireceğiz, göreceğiz ki başka dediği meseleler var. Ben mi istersen? Orada görsen, siz orada o çift basıyorsunuz, burada kıymet yoktu, çok basit. Karı oldu. Bunun içinde yok. Anladın mı? Ben her şeyleri bilirim ama gözüm.
Нашли сейчас обосновать. Да, harda olabilir. Вот на столе это что другое? Это бумага. Я Вот. специалист. Вы прочти. Ачта сделался, Рахмана Бандалова. Да, это прочли сам. Ali dönücü. А здесь с двух сторон. Это А я не знаю. О. А это азербайджанский написали на карту. да. Так. Bu atestatı alan Badalov Rəhman Ahal Hüseynoğlu 1937-ci ildə Bakı şəhəri doğmuş və 1951-ci ildə Bakı şəhəri Varaşıl rayonu 6 nömrəli kişi orta məktəbində daxil olaraq 1954-cü ildə həmin məktəbin bütün kursunu əla, əxlaq və Ahlakım Allah'ıydı. Bize geldi dedi. Necə ölçüblər o? Şəriət deyə qədər göstərilən birliklə bitirmişdir. Ana dili 3, ədəbiyyat 3, rus dili niyə? Yani Rus dili olan ilgili Azerbaycan mektebinde okudum. Rus dilinde okudum. Cəbr 3, həndəsə 3, trigonometri 3, təbiət 3, SSRİ tarixi 4, ümumi tarix 3, SSRİ konstitusiyası 4, coğrafya 4, fizika 3, astronomiya 3, kimya bu Kimya. Kimya. 3, xarici dil 3. Şimdi biraz bölümümüz gibi. Fakat burada ilk güveni şeyler ve ben çok azablı illerdi var. Ben mesela 2 yıl fikir işini danışmaya çekildim. Ama öyle oldu ki Sarı'yı danıştım. Sonra Sarı'yı danıştım. Sonra siz de bir yerde okuna başladım. Ve artık tam başka taraflara her öyle güldürdüm dedim faciada başlayacağım. Bunun arkasında faciada. Yani facia diye bir merak. Yerden sarsızlık yapacak. Bu ne? Deməli 5-ci sinifdən mən bir nəfər okudum. O bir nəfər adı yerlər. Mesela Faik adına bir nəfər idi. O çok parlak oldu. Əlaçılar da bir bölüm olur. Əlaçı olur çalışkan. Faik çalışkan değil. Faik parlak. Yani ben o nəfərlər yanında dava qəbdələr bir balaca xətamızı yazdım. Evlerde olmuş yaşlı bacısı ve anası özü-özünə bunu deyir. Belə oldu ki, 5 yıl haberler oldu. Faik Məncun zirveydi. Sonradan başka zirveler oldu. 10. sınıfta o dövr, Faik'ın yaya qədər en xoşbaxt vaxtı oldu. Mənim en bədbaxt Yetişevleri çoktu. Mektepten başka sınıfa geçtiler. Faik ve onun derslerinin ayrılıp durdu. 9. sınıfa kadar musikiyle meşgul oldum. Ondan musiki kenara atıldı. Ben birdenbire bizim yitirdik. Okumda vesaire. Ama Faik de güzel başka bir. Faik o kişi mektebiydi. Kadın sınıfıyla. Olarak 6. mektebe 34-30 içeri şehirlerimiz büyüdük o kısmı, o mektepte. Bir sınıfla dost oynayıplar. Faik'in sevgilisi vardı, Vera Bagio çok parlak. Mesela sevgili gibi arzulaştılar. Onlar deməli, adı dərsliyə fikirləri, dərsli olan çıxarılır. Yəni, çətin məsələlər axtarırlar. Ben adı şeyləri yemiyorum, onlar virtual şeyləri yemiyorum. Onlar davaşa qoydular. Mən iştirak eləmirdim. Onlar bulvarda avar çəkirdiler. Yani tam başka bir şey, mənə oraya giriş yok. Ve sonra o noktada ki mən şeydə yay imtahanlarından yazılı riyazət şeyi verebildim. O da
müəyyən bir pozdayım. Yəni, mən kimdən kökülə bilərəm. Yəni, mən elə bir vəziyyətdeydim ki, deyilmiş, Neçə sinifdən? 13 mektup qutarım. Və elə oldu ki, bir dəfə mən onlar avar çəkirdilər. Faik gəldi, ki, pis yapmışsın, bir xəbəri var dedi. Bilmək istəmirəm. Yəni, mən o kakes dedim. Mən Pozanı 8 saat və sonra Pozanı yaşıyorsun. Şifay getdi atamın yanına. Atam getdi nəmin arasına sakit. Yəni, atam işlədiyi üstad məni o il kabul edəcək. Sizə bildim, o təlik. Faik deyəcək. Faik verin vakillə birlikdə getdilər Moskvaya. Belə bir institut vardı, fizik-texnik institut. Bu fizik-texnik institut ən kəbil bir institut. Onu deyə bilərəm ki, o instituta imtihanlar iyul deyil. Onun iyul deyil ki, oraya girmeyen insanlar Avgust'ta başka instituta sərfişə verir. Yəni, Vera Bagirova deyirlər ki, atası Azərbaycanlı, idalası Erməni. Vera Bagirova daxil olur, Faik daxil olur. Avgust'ta Faik verir imtihanları Mayı'ya, Moskovski Son institutu, orada balıqçalı var. 2 balıqçalı var. Faik kabul olunur, mən tələbəyəm, Faik tələbə deyil, Faik deyil. Yəni, sentyabrda mən gəlmişəm Faik ilə, oturmuş uçmuyuz. Mən, Faik və anası. Və anası mənə bir cümlə deyil. Mən təhqir eləmək istəmirəm, normal şey deyil. Mən indiyəcən, yəni o cümləni yox, o cümlənin aslını yaşayıram. O Faik böyle dedi ki, Rahman Akalas onu yiyecek dedi. Rahman Akalas, Rahman ben senin ağılı çıktı. O bu ağılı çıktı, o gösterdi ben, speak. Speak, o bu speak ben diyeceğim. Yani o kadar ben sarsıntı oldu ki, ben fikirləşirəm ki, ben nəsə dəyişə bilmişəmsə, sonra yada daşmamışamsa, ne bir gün yolu, yani o anlasının ve o günü mesela gedədə o balkonda, sen bunlara mısın danışmadın. Yani o balkon benim için çok vacip. Yani balkon niye var? Balkon içinde balon gibi bir şeysi, başlama dikini. O ev yerinde. Ve bilmem dedi, Azerbaycan dilini bilen anılar böyle. Ve mesela utanmak sözünde lazım derecesi görmüyor. Ben de bilirim ki mesela o kadından danışıyor, o kadın, o birisi dedi, ben değilse diyemem. Belki ben dili duymuyorum. Ben yazdım ki onun ders kelimeyi tahminen 90'cı yıl, 80'cı yıllar. Ben tahmin o indiden o kadın değil ama belki ona söhbət çatacaq. Yani ben bir hayat yoldaşı işletmiyorum, yani ben çok ziyatkar sözdür. Ve onunla da gelen şınar da işletmiyorum, şınar, eşik onu işletmiyorum, o kadın değil. Yani o kadın ben hiç kifayet değil, ben başa şey. O kadın demiş dedi ki, o İndiyece bir tecrübede değil ki, o ortanca bir şarkı ben korkmaram. İnanmıram. O özellikle yaparlar ki ortanıyor. Bizi başa şey diye, o ne diyeydi. Bu söhbət 60 yılına da bak. İndiyə belə elə deyil. Ama utanmaq, o fıstık değil, utanmaq da başa yani olabilir ben, siz kendi sözü ben de iyi fikirleşirəm. Yani demek istedim ki, bu Meclise'nin kıymetleri, benim kıymetleri ve sonra bu hadise ve bu spik İndiyə cəmiyyətdə yaşayır. Faik deməli, geografi tutardı, burada ondan sonra geldi, deli dediler, sonra Odessa'ya gitti, Odessa'ya tramvayla atlamış. Deməli, Faik'in hayatı ben sağlam, size de tanışırım. Faik Əsədov, kino sorudur. Onu diyebilirim ki, Faik Əsədov'un birinci Arvad Galil Polçuk olup ki, o tanıyısı. Böyle Polçuk'da ona 70 yaşı oldu, ben okudum ki, o yazıda ki, ya много научился Faik. Yani много мне de Faik dedi, bana işte o bir Faik dedi bana. Faik Vysotski bir yerde de bize de Vysotski bir gelmişti. Yani böyle bir Faik bana Moskva'dan mektup yazıyordu. Dersin ki ben İndiyece'de okuarım ki o mektuplar bende kaldı. Niye saklamış, sarıkeli diyelim dersin. Yani ikinci adım oldu. Doğru. Başladınız bilmeye sustunuz. Bu normaldir.
adi xatirə olmasın. Niyə? Bilirsiniz, yəni, siz dərhal fikirləşə bilərsiniz ki, gözəldir. Hə, əlbəttə, gözəldir. Və mən də kimə sonra deyirdim ki, məsələn, ondan gözəl bizim nəzikdə bir vaxtda tanıyıb. Nəbiz xalq sənə deyişilməsi demişəm. Amma mən istəyirəm ki, adı, necə deyim, ondan da qədər mən bu sirlə qaydıram. Məsələn, ondadır ki, mən təbii onu deyə bilərəm ki, 96-dan həyatda yoxdur. 96-da bu cavablar həyata gəlir. Aralarında 4 ay fərqi var. Yəni, bunlar eyni zamanda dünyada olurlar. Bu gelib, ucal gəlir. Və mən 10-cu illərdən başlayaraq biz söyləmişəm ki, Əlgədə feminist, resmin cəhvəlik kitabı yazmışamsa, yəni ona demədiyim sözləri demək istəyirəm. Və siz, mən həmişə fikirləşim, mən bu arada daşlara hamı deyəcək ki, sizə ideal nicah olun. O çox şahım buyum, çox şeyini deməmişəm. Və sonra bu sürülərdən sonra, bu sürü izahatdan sonra mən çox şey başa düşdüm. Və buna görə bu adını deyərək ki, məsələ ondadır ki, bu sürü sözü var ki, keçmiş gələcək olmalı. Mən başa düşdüm, necə keçmiş gələcək olmalı. Sonra buna görə o qadınlara başa düşdüm ki, yəni o məndən irəlidədir. Yəni ona demədiyim məndən irəlidədir. O məni kökləndirirsə, indi də kökləndirir. Deməli, bütün 4 addım var. O 4 addım bu davamıdır. Həmişə irəlidədir. Və əlində olduğu üçün o müəyyən bir söz tapmaq, başa düşdüm, müəyyən bir enerji deyim, inam deyim, ilham deyim, coşku deyim, həyəcan deyim, bilmirəm, bunlar hamısı sözlər yardımcıdır. Yəni, və sonra başa düşdüm ki, başım bu keçməyin irəlində olmağı çox vacibdir. Məsələn, adi şey deyim sizə, təsvir ki, bu radiyələrdir, məsələn, Həmidə xanım, burada olan adamı çox bilirəm ki, mən bütün ilk kimi tutuyorum, Həmidə xanımın vericəli nidiyahı başqa məsələ deyil, həmişə irəlidədir. İliyə irəlidədir. Yəni, Həmidə xanım onlar Təbrizə gedəndə, Təbriz qadınlarını deyəndə ki, bizim büdcəmiz ayrıdır, onlar sarsılırlar belə ki, bugün. Şimdi de sarsıcı bir şey ki, onların büdcəsi hər şey ayrı olur. Onlar bir gündə yaşamaq. Mən demirəm ki, nigah ayrı olmalı. Mən demirəm ki, nigahdan büdcələr ayrı olmalı. Amma mən deyirəm, bu mümkündür. Ayrı yaşamaq da mümkün. Yəni, bununla nigah bozulmaya bilər. Ona görə bu müəyyən dərəcə irəlidədir. Və mən fikirləşir, ümumiyyətlə, nostalji normal insanlıq nostalji var, peşmanlıq, nəsə alınmır. Amma irəliyə keçmişdir. Mesela bu gelecek değil, bir de ileride. Hem şeyinde olmayan da ne olur? Başa düşürsün de olur. Nesi çok ayıp şey olur. Nesi sen yaşamasın diye gül. Bak, ona göre yerine başa düştüm ki bak bu vacip. Semet ondan yetmiyor ki nigah parlak değil. Esas oldu ki o eğer nesneyle bir vacip şey değil ki, ben gece değişmek istiyorum. Yani ona layık olmaz. Ona layık olmaz deməli, ben özümden söz tapar, köşeyerim. Yani bu da ben 5. adını da baktım. 6. adı ne? Meşer. Meşer'e kadar bir hukuk oldu. Bir iş. Deməli, qalıcı bir iş. Hocam, vardı çıxdı, sasınız. Olar bir, deməli, bir Yunan dramaturgu arkadaş, çok kısa. O da eski yıl. Eski yıl, deməli, eski yıl birinci dramaturg. Yan arkadaşlar, bir dramaturg eski yıl. Ve eski yılı problemi hakkında futurologiyası var. Bize birinci
zəncirlənmiş prometein hissələri qalır. Hissələri gəlib çıxır. Və o şeyi oxuyanda təbii bir dəfədən başa düşmüşsən. Ondan sonra çox şey birdən başa düşdü. Və nəyi başa düşdü? Və indiyəcə məsələ onu mən düşünürəm. Zevs və Prometein qarşıdurması. Yəni biz Prometein deyəndə gəlib pafoslu sözlər deyik. Od verdi, dedim, elə yaşayın. Halbuki daha faciəviydi. Eski yıllar falan faciəviydi. Zevs kimdir? Zevs yıldırımı olandır. Birinci Olimpiyalı olan böyüdür. Və yıldırımı var. Lazım olan da hamını. Söz, istekbelinden küle döndüre bilər və s. Yəni bu sahip. Prometein də onun sözünə baxmayaraq bizlərə məşəl verir. Və eşkini oxuyanda başa düşürsən ki, zəncirli Prometeinlə eski yılla Prometein ilə Zevs görüşmürlər. Zevs gelinizi göndərir. Belə bir Allah var ki, vasitəçi Allah var. O göndərir onlara və Zevs nəyə başa salmaq çalışır? Zevs başa salmaq çalışır ki, ay Prometein, sən təhlükədən ki, Allah təhlükədir. Sən kimə məşəl verirsən? Məsələn, Rus barədə belə 2 yıl əvvəl yəni ölüm vahid bir günlük olan insanlara sən məşəl verirsən. Onlara məşəl yarar. Yəni mən özüm üçün şey yazmıyorum. Onlar cavab düşürəcək. Evlərini isidəcəklər və neyindirlər, onlar kimdirlər ki, sən başa düşürsün ki, sən çox sağ alıyorsun. Və bu diyalog da, bəs çox aydındır ki, ikisi də bu çox var ki, Prometein dramatik, Zevs realist. Zevs deyir ki, bir ağıllı ol. Zevs əslində mən deyim, Zevs siyasetçi. Eski siyasetçi deyil. Siyasetçi deyil. Və bu çox qəribədir ki, mən sonra fikirləşirəm ki, mən misal getirəcəyəm ki, yəni o məşəl, hansız insanlarda o məşəl yadır və başqalarında da, yəni əslində biz burada yaxşı yəni biz hamımız müəyyən dəqiq məşələ inanırıq. Mən nə deyim, mən gəl olaram. Və mən fikirləşdim ki, o görədim. Və fikirləşdim ki, mən hansı misallar getirirəm. Yəni, Zevs və Prometein diyalogu. Yəni, o diyalog elə diyalogdur. Ona son cavabı heç vaxt olmayacaq. Bir diyalog. Amma həmişə, yəni biz çalışacağıq Prometein adından Zevs'e deyək ki, sən haqqında deyirsən. Amma son sübutumuz olmayacaq. Zevs'e bir haqlı olmayacaq. Biz də haqlı olacaq. Yəni, biz ona görə haqlı olacaq, istəsim olmayacaq. Bizim son argumentimiz heç haqlı olmayacaq. Ona görə mən belə bir musiki narində fikirləşdim ki, o insanları. Çünki qəribə siyahı yaratdı, görəcəksiniz ki. Ya tarixi özəli, biz. Yəni, ilk fikrini fikirləşirsə, Mozart fikirləşirsə. Yəni, Mozart 5 yaşından bilirdi ki, məşəl yaşır. Və mən deyəcək bilmirəm, Mozartda həyatdan elə də oxumuşam, filmlər var. Mən bilmirəm, bu məşəl onun üçün ləzzətdir, ya əzabdır. Yəni, əzab tərfidir var, ləzzət tərfidir var. Mən inanmaq istəyirəm, mən romantikam həyatım. Prometein kişiyə Zevs kişi deyil. Yəni, mən düşünmək istəyirəm ki, yəni, ləzzətli tərəfləri daha çoxdur. Amma belə deyə yox, mənim argumentim yox. Mozart, bu bir. İkinci qəribə bir insan bu siyahıya saldı. Siz görəcəksiniz. Bu insan qərib Romada yaşayır. İmperatorla yaxşı nəzərdə oldu. Yaxşı pullar qazanır. Onun qayfı, yəni məşəli o olub ki, başqalarına kömək eləmək ləzzət edir. Ədəbiyyatçılar, adi bəstəkar yoxdur, yəni bəstəkarlar, kiməsə. Və onun adı indiyəcə
Ama o adı bilir. Onun adı nedir? O insan adı nedir? O hamza adı bilirsiniz. Birisi ki okuyor, bilir. Adam ki özünde meşhur olmuyor, başkasında meşhur yadırmağa lezzet ediyor. Çok sade bir adı. Mitsunat insan adıdır. Mitsunat bundan da lezzet alır. Onun için çok garibet ki böyle meşhur olmayan ve başkasında meşhur yadırma lezzeti var. Ve nihayet bu siyahada 3. adam, o son ayların keşfiydi ve hem işi yanındadır. O da Louis Journon'dur. Louis Journon'un icralıcı aktarışları benden zikti. Ümumiyyətlə, mən yaşa oldukça siyasetçiler uzak. Ben siyaset yoluyla, ədalətsizlik, adamsıyla bu mübarizə. Ama oradan da ben başa düşürəm ki, bu yolu seçin. Yanlış olsun, düz olsun, komünist, yaxşı bir istiqlal olsun. Yani bu niyyət var, bunu çalışır. Mesela ben son vaxtlar müxtəlif məsələləri çox qılaşmaq çalışmışam. Ben çoxsu yüreğime, yani bakalım şey görmüşəm. O sırada tutmadı. Yani o da göre sonra tartışırlar. Ama başa düşürəm ki, ne oldu məndən niye hardadan tutar? Mesela o çalgılı eser değil, ez eserler var. Yani aslında Nona'nın neşeli, bence neşeli. Yani o ideolojiyadan sonra böyle deyək də sükutu tutmaq. Yani musikide sükutu çaldırmaq. Biz aslında Ruslar bizmovi malva var, söz var. O sözler yatağında. Ve mesela o Venet serserleri ki kimse zencirleri çalır ama sen yavaş yavaş. Yani ikisi de var ve ikisi de siz galiba ki ben mesela ne oldu o meşer görür, o meşer beni sıkar, beni incir, beni değiştirir. O böyle bir galiba siyahıdır. Mesela bir aydan sonra, bir yıldan sonra mesleğine gene çıkış edeyim. Yani neşe neymiş fikir, şimdi neşe ne diyordu olacak. Jones biri olsa kifayetli, gene bir siyah fikirleşecek. Çok başka bir siyah havada. Yani bu onlar. Şimdi bizler. Burada bir hanım oturuyor. O 2 defa bize geldi. Ve onun müellimi oldu. Müellimi Avrupa Liseyi yaradı. Ve o Avrupa Liseyi yaradan insan sonra böyle orada mektep yaradı. Beni orada davet edeyim. Ben tespit etmemişim. Ve ben o hanımla tanış oldu. O artık hayatta yoktu. O meşer kimese çatırabilir. O sonra ne olacak o hanım? Nece olacak o meşerliği? Yani, ama artık o meşerliğin devamı var. Ve o bana artık onu ben devletine bir taraf gelecek. Ve o müellim ki mesela bir şey yaradır. Çok şey alır, çok cibatla geçir, sonra geçir. Nasıl o meşerlik kime söyleyeyim? Yani meşer devam ediyor. Ona göre ben için mesela o siyahını ben yine söhbət ona getmişdi, biz beraber tutak mesela o müellim Mozart'ı. Söhbət ondan getmiş, söhbət meşerden geldi. Ki biz o meşer bile bir meşer, Prometey meşeri. Prometey de zencirlenmişti. Hele orada başka bir süjet var, onun ayrıkla aşağı isminden başlıyorlar. Mesela iyi olursa, ceza alabilir, ceza alabilir, başka söylemişler. Artık bu meşeri demiştir ki, bu vacibleşir. Ve nihayet ben fikirleştim ki, o Destekli bu 3 sefer, 2 de olsun. Biri oldu ki, üçünden ikisi burada, biri yoktu. Biri son aylar, yani onun kayması bu meseleler mesela. Çok güzel olan bir şey o, son yani iller, kuşların uşağı. O bence çok normal bir insandı. Ben mesela çok hoşuma geldi. Onun çok rahat bir. Ben fikirleştim ki kuşların uşağı edilemez. Hiç de yani kuşların uşağı etmek değil. Bu biraz kasıt bir şey. Yani bu bence biz o işi görende biz durmuyoruz ki mesela biz tabii kasmik vücut olarak, kasmik
kanal açıldı vesaire. Yani uzunlaşmak istemiyorum. Mesela ki o bir tespiti yoktu burada. Uşlar dışarıda. Ha, elmi. Ama artık Kamera. Hemen başladılar. hayat üçüncü adam onu çok kısa anlatıyor. O da meşerinde, o birinci meşer süreçlerimiz oldu. Belki de o geçecek. Bu diyelim ki meşerin üç muhtelif formaları var. Meşerlerin formaları olur ki parmaklar klavyeşinden temasta olur. Bak bu meşer bak ortada. Yanlış ya söyledik olur. Yani bak bu altı misal içimizden derler. Bundan meşer sözlükleri var. Ama bir şey değil ki yani şeyden sonra ikigai sözü var. Ikigai yapaları sözü diyor. Yapalar değiller предназначение. Ben mesela tecrübe edebilmedim предназначение. Maksat değil, предназначение de çok acı pred var. Yani evvelden bilinen maksat. Evvelden dolaştırılan maksat. Yani o galiba şeyler var. Biz mesela zaman akımda bir ki kısa zamanda yaşadık, bir de onda yaşayalım. Ona göre ben bu altıcı adam adında diyorum ki bu ikigai sözü diye. Onlar diyorlar ki bu hobi de olabilir, o çok galiba birinci hobidir, o ikigai'da. İkinci beşerdi, üçüncü aile. Biz o üç başka şeyde alana edebiliriz. Ama ben şimdi birinci hobi olmalı çok vakit olunca bence ben son ilerlediğim aslında hobi. Yani beşer değil, ben beşer değilim, tersi bir zaman cevap verebilirim. Bu sürü okuyabilirim vesaire vesaire. Yani bu da altıncı adım kaldı, sonuncu adım. Bu arada hocam, 7. adım var yoktu. Yani benim dilim, bu biraz çetin söyletti ama herhalde ben bir küfürde başladım. Ben diyebilirim ki hasıl hallarda ben ateist ve küfürdüm. O hallardaki söhbetinden daha sonra ondan söz edilir ki o öyle bir neyse ki o benim iradem ondadır. Ben iradem ondadırsa ben ona öyle değilim. Ben olurum ateist, ben olurum hiyapçı, yenmem onu hiç kabul edemem. Ki ben, yani bizim irademiz, bizim irademiz ondadırsa o bizi sevmiyor. Ve o medeniyeti olabilmez. Onun mekanları olabilir. Sonra ben fikirleşirim ki benim çok vacip bir insanlar var. O da insan mesela. Ve bu yakında bir defa yakında ben okudum ve istiyorum ki o ad yadında kalsın. Dietrich Körber adlı bir teolog. Onu Vakarıcı Almanya'da kaldı. Onun mevkisi asıl var onu değil sözlerinde. Mesela o derdi ki onun şuarı oldu ki milyonuz de Hristiyan. Yani dindar olmayan Hristiyanlık. Bu ben çok garip tuttum. Yani onun bir sözü var. Kim tecrübeyelisi tecrübeyelisi. Быть христианином не значит быть серьезным наиманером. Yani o İsa Mesih'ine bağlılık hiç dindarlık demek değil. Ama ben çok sarıcı bir fikir. Ve ben çünkü o bir insan, Allah ben dindar değil, ateist değil. O vacip. Yani ben dindarlığım bir de ondan geçmiş. Ve o benim dindarlığım diyebilirim ki neye derece, mucizine geçiyor. Yani onlar miravay dışa geliyor. Miravay dış hoşuma gelmiyor. Benim galiba bir terim var, çok güvenlik. Ben de riskalı tabii. Yani sayın. Yani onlar diyelim ki yine bir uluslararası prasvet teşbih ediyorlar. Ara ışık. Yani o ışığa girirsen sen de dünyanı görürsün, dünya da seni görür. Yani kosmos seni görür. O prasvette çok alma olmuyor. Prasvet tez kölge tuturma. Bu çok vacip. O iskalatör de ilerdi ki orada kalma olmuyor. Atırsan iskalatör. Ama orada bir de şeyde başkasını görüyor. Yani aslında Mehmet iskalatör. Yani bu alınır, orada da çok alınır. Ve benim dindarlığım bu inandı.
Yəni mənim dağıtdığım, mən buraya gəlmişimsə, nəsə deyirəmsə, mən bilətli ismi danışmarsınız. Nəyə inanıram? İskala da çox məcazi bir şeydir. Aydındır ki, bu məcazdır. Amma bu axına inanıram ki, bu axında xəstəliyə də qələbə çalmaq olar və s. və s. Bundan 7-ci adım tutaraq sözüm bitir. Yəni mənim, sizə də belə deyim, 2 adım da var. 2 adım 7 adımdan sonradır. O adım bir. Yəni biri videodur, biri musiqidir. Mən artıq zürrüdü yanıldır spikerliği keçəcək ucala. Deməli, birinci nədir? Biri videodur. Bir xanımla məni ucal çəkir. Bizim yaş fərqimiz o qədər böyük deyil. Cəmi 86 idi. Onun bir yaşı var, mənim o çəkilin 86 idi. Və mən çox arzulayıram ki, yəni baxıram ki, 15 ildən sonra mənsiz, belə bir məclis olsun, o xanım olsun, o xanıma o yazını göstərəsiniz. Və mən inanıram ki, yəni mən o alınacaqsa və mən inanıram alınacaq. Və necə deyim, bu inan ki, mən məsələn, onkologiyada xoş xəbəri, bununla gidəcək, axırda da musiqi olacaq. Və indi xahiş edirəm, mən o videoda görməmişim. Ona görə mən bir şey özümə baxmalara edirəm, amma bu səfər görəndiyimiz baxacaq sizdən. Mən çox istəyirəm ki, alqışlar olmasın. Alqışlar çox bozucudur. Ona görə mən belə qurdum ki, musiqi ilə siz əvvəl o xanım Maraqlısı da oldu ki, deməli bəlkə o xanımı o videonu 15 il sonra göstərəcəyik. Amma biz düşündük ki, o bir ay əvvəl çəkilən videodan əvvəl, biri də 35 il əvvəl çəkilən bir videoda yazsın. Orada da başqa bir xanım var. O xanım bugün əslində burada oturur bizimlə. Bəlkə düşündüm ki... O bir xanımdan biraz böyüydü. Biraz böyüydü. Ama bazı bir kombinasyon var. Ben yerəkdə uzaqda. Kemal yanında. İşini söndürmək olar. İştirak edirlər. Təbiyyələrdə Doli Baba, Ali Baba Oktay Edik, Güney Nəcəb, Güney Xanım, Aliyə Xanım, Balaca, Gələn məsullərdə digər xanımız ilişki günü. Bizden de neler dinlerler. Burada kadar dinleyecekler. Nasıl yapacak diye. Burası bir. Bir tavuk yeni. Tavuk buradan götürürüm. Daha yerine bırakacaksam. Orada da dağlı bu derdi geçti lazım olur. Eşyaların yerleşti olur. O vaxtlar, hayır bakalım. Bu sangat, kendileri yang bersahabat,
Onda bizim əslində gözlənilməyən bir də video var. Ona baxıb Sonra axırda müzikalni epiloga geçirik. Здравствуйте. Сегодня мы в какой компании замечательной. Роман Баталов, профессор, доктор философских наук. Он сам просил его никак не представлять. Ну да, потому что я вот живой человек. Да. Экспонат не нравится, как экспонат, я долго живу. Это самое любопытное во мне. С балконом отношения с окном. Сейчас минутку. Работает так. Вот в этом доме жили. Да, в этом доме я жил. Вот балкон второго этажа, Ага. там жил потом Владимир Хан Бабаев. Да. Хан Бабаев снял после войны уже, у нас такой известный фильм «Реально мачо». Да. Мачо, где играл маленький Джеффри. Да. Джеффри, мачо снимал Хан Бабаев, когда жил в доме. Ага. Интересно. А вот это окно справа, это наше окно. Да? То есть у нас был такой дом, где главная большая комната была высокая, да, и не было ни ванной, ни туалета, ванны. Ну, когда приехали, казалось, это вообще не рай, это центр города и большая комната. Но в этой комнате мы спали втроем, либо это небольшая комната. Вот. А я, кроме того, когда любил просто сидеть, смотреть, когда я побил в этом классе, оставить на соответственно. Вот это, Был ступень, то есть здесь стоял здесь стояли и дом, но здесь было два заведения. Главная часть это была ювелирная фабрика. Да. Ювелирная фабрика, а часть была лаборатория стройматериалов, где работал мой отец. Вы расскажите, как вы на танцы ходили? На танцы я не ходил, просто мы здесь организовывали это. Не я организовывал, я А вы участвовал. куда ходили? А что там А я не ходил. Ничего, просто так пластинки. И собирались, и вот не только там со двора, вот какой-то там был какой-то там тупик, нет, там был тупик. Девушка, когда Там просто вы тупик. Да, сам. Это наш продолжение нашего двора. Да. Сделайте ваш дворик и сделали Да, там. продолжение нашего двора, здесь закрыто. И вот
Рафа, расскажите про два города. Да, вот два города это Чай-Чай, это внутренний город, и внешний город, как назывался, я забыл, но вспомню, скажем. И вот этот внешний город имел две такие дороги. Да? Это вот это после Гатчины караванный пути, выход. Да. И построили вокзал, это торговый шлак вокзал. И все строилось вот вокруг этих блоков. Да? И поэтому вот этот город 19 века, начало 20 века, то есть город, когда он возрождался, остался собой, мы должны все были показать, что вот это чудо есть у нас в нашей жизни. Не чудо 60-х годов, когда брошены деньги и начинают европейский ремонт, и перестраивается все как попало, да? А вот это чудо нашего города, это, во-первых, средневековый город, это Чай-Чай, жемчужина, Десволосы, Шива-Шахла-Сарай, когда строится великолепное место, да? И не вмешиваться, понятно, тысяч проблем, гиены есть, там люди живут, есть тысячи проблем, но все равно как можно меньше включаться в сложившуюся постройку. Вот улица Павлица называлась вот Почтовая, сейчас я не знаю. Мне вы говорили почтовая. Вот Почтовая вот та вот. Идемте туда. Да. Это получится. А вот эта улица была Почтовая, сейчас я так и забыл. Вот теперь, когда пойдем на оба, я скажу еще про историю, вот этот домик. Вы сразу разбираетесь. Он же снимет. Музей надо выходить. Вот видите, вот такой вот офис-лифт. Я начал с того, что я спрашивал у молодых людей, что вот эту улицу Ивана Александра. Я спрашивал, знаете, сколько это Ивана Александра? Они не знали. Ну, чего не Да, знаю. нет, вот это, собственно, не стоит знать, потому что Иван Александр, здесь спецный актер, сын, который покойный Владимир очень богатым, в 90-е годы, и вот назвал улицу в честь Ивана. А я спросил потом, а вы знаете, как называлась улица до Ивана? Они не знали. Я сказал, эта улица называлась Николаевский. Они сказали, знаете, что это был старый? Они не знали, как это был старый житель сам. Кто-то знал, кто вспоминал, кто знает. Вот, я спросил, а кто был как сказал, это улица была Почтовая. А дальше еще вот эту улицу Почтовую, потом я выяснил, что я этой улице жил. Поэтому оно тогда... На этой улице жил еще потом, вот это я уже не успел с ним точно узнать. Сейчас вернется как из Андрея, и на этой улице еще жил Почтовый. Я хотел точно после приехал. Жил Тимир Гусейн. И на этой улице жил вот там из музея, нельзя Чалин. То есть это улица необыкновенная. А отсюда я шел к бабушке, которая жила на Толстого 51, с дом разрушили, а бабушка, не знаю, для меня была главной человеком, без которой я не был бы чемпион стал, а это же просто не потому, что она давала знать. Она просто назначила мне главную внуку. Не любила слабое слово, она была главную внуку и сказала, что она была хозяйкой рода. Я сказал, все будете отдельно, а он отдельно. Вот и этот внук просто садистский. А сейчас вы Баба Рахман. Нет, Рахман. Вот. Ну, я вас не разочаровался. Ну что вы? Очень мне все. Очень мне. Я не могу слова подобрать. Тепло, скажите, слово тепло. Тепло, приятно. Замечательно. Я вас тоже теперь буду вызывать. Да, конечно, я единственный Баба. Спасибо вам большое. Спасибо, если вы придете, а я вас приглашаю. Я приду обязательно. Потому что... Сяду, я надеюсь, не сяду, почему я это смонтировала ролик. Вот. Если вы смонтируете, я не уверен, что я буду знать своя печать, но то, что... но я хочу посмотреть себя вот с одной девочкой. Это мне очень интересно. Хорошо. Ну и вообще там Фариса будет, там будет Уджал. Там вот чего мы здесь будет больше жить.
dəqiqələr necə deyirsiniz, davam edək. Davam edəməyək. Bilmirəm, adımlar tutardı. Так, можно? Я просто хотела сказать, маленький фильм с Рахманом, который мы сейчас видели, это фрагменты из фильма большого, и он 40-минутный, прогулка по городу. Я очень надеюсь, что... Ну, просто я должна объяснить. Недаром вечер сегодня закончился музыкальным фрагментом. Жизнь Рахмана, она во многом связана с музыкой и с музыкантами. И уж так получилось, что Рахман преподавал нам в консерватории. Когда мы учились, я и Эсмеральда Джабраилбекова, она здесь тоже находится. Так что этот фильм снят музыковедом, я присутствовала там всего лишь как ассистент и Как компал. как он мог. Именно так. Что сказал я? Но я просто знаю, если мы учились вместе в консерватории, и зная, что она не скажет о себе, я просто хотела сказать, то, что вы видели, это был маленький анонс фильма «Фрагменты», который завтра я выставлю ссылку, и вы в YouTube можете посмотреть. На мой взгляд, получилось очень интересно, хотя, в общем, не профессионал она, и, естественно, это все снято на телефон и с какой-то такой полупрофессиональной петличкой, но там как раз мы увидим вот того Рахмана, он вначале говорил о том, что есть три я внутри, вот я, который стоит, вот там есть тот Рахман, который сам себя находит в домах, улицах, и вот это прошлое, оно совершенно оживает, когда начинает прикасаться, просто мы начинаем прикасаться к стенам. Это касается абсолютно каждого из нас. И это замечательная история, я вообще призываю всех делать побольше вот таких. Пусть это будет не профессионально, но это очень-очень живая история. Спасибо. Ben mevcutlarımda Müslüman Mektebim'de Müslüman Mektebim'de kutardan sonra uçuş ve 8'de 9'da ben uçuş çalışıyorum. Ve 10. sınıfta okuyanda Ataman tekniğiydi. Onlar da sonra ben öğrendi ki senin istidatın yoktu, müzik istidatı, senin geleceğin yoktu. Ve ben o 10. sınıfı benim yaşayışım müziksiz oldu. O ilden alım yeri oldu. Ve ben o 10. sınıftan da fikirleşmedim ki ne varsa kadetse olacak. Ve bu sizce geliyor случайно, tesadüf değil ama tesadüf değil. Ne manasında değil ve ben bilmiyorum ne olacak sabah. Ben yaşımda hiç olabilir ama ben çok şadım ki bir o alımda ben aslında değil bir yazmışım. Ben çok korkudum büyükümden. Ona göre ki ben öğrenmişim ki mesela Anna Karenina bilirim ne danışacağım, Fiyaz'da bilirim ne danışacağım. İlyada bilirim ne danışacağım. Ama özümden danışmak çetin değil. Ve ben istedim ki neci değil, ciddi olsun ve ciddi olmasın. Ve Mozart dedi ki Karenina söyledi. Şimdi danışan bilerek söylediğini bilerek, sualı da eklersiniz. Yapıyorum diyeceğiz. Benim programım bitti. Sualınız varsa ben başa düşürüm bu sual, yani ben ciddi bir mesele danışmadım. Siz dəqiqləşdirirsiniz. Sual, sərbəst suallar ola bilər.
Ola bilər ki, olmasın. Növbəti görüşümüz nə vaxtdır? Yəni, mən bilmirəm, amma deyə bilərəm ki, yəni, mövzunu bitirmiş. Mövsüm nə vaxt başlayırız? Sentyabrda, bu Herhalde mən belə başa düşdüm ki, bu məkan artıq məkan mesajı açıq. Yedullah xanım mənə dedi ki, nə vaxt lazımdır? Dedi ki, fərq var, fərq çox parlaq. Doğrusu biz neçə məkan dənləmişik. Bundan məncə rahat. Rahat yoxdur. Və siz başa düşdüm ki, yəni mən də görüşməyə hazırsınız. Və mən də sizi görüşməyə hazıram. Mövzular çox... Ancaq səndən yox. Yox, başa düşürəm. Biz burada doğruluqla görüşüyoruz və məsələn, mənim qəlbə bir balım var məsələn. Məsələn, o görflərə baxıraq, məsələn, dərsiylə əlaqədər fikirləşirəm ki, məsələn, dərsiylə əlaqədər məsələn, aşağı gidək. Məsələn, çox mənə xoşdur ki, bir il mən gözləyirdim. Janrında bir il gözləmişəm. Bir il gəlirdim. Hər dəfə Məncə ən gözəl əsərə gəldim. Sizin barədə olan. Murad kimdir? Murad bunu gəlib. Murad dərs ki... Yenə gəlmədi. Gələcək. Necə yenə gəlmədi? Başa mən gələcək. Mən gəldim. Murad Almanya'dan yaşadılar. Dünən Almanlar dünən Sovyetlik kapıya, ayrı Mustafa'dan geleceğe, Murad dünyanızda olacak, Tahsil Şabi'ye gideceğim. Ve aslında... Bir şey story. Danışarım. Yani mesela yani qəlbə mən göylərlə satış yaparım. Ben her il görüşmeye hazırım. Bir aydındır ki çok olabilmez ama ne maksimum olacak. Yani benim de planım var. Bunu da yazdı çünkü dersim gibi yerde Ama yok. yani ben nece davranıyorum siz nece? Gün dediği ben kadar yani ben sizlerden kimse cevap vermeyin ben deyim size ki Sıla Hanım'ın planı var ki Sentyabrda Rüstem'i görsün parlak çocuğu var. Rüstem'in Allah'kadar burada görüşür olacak. Onun sahne eserlerinin videoları var. Bundan bir sözlerin içine gireceğim. Ama onun da ben fikirleşerek burası benim için çok bağlı ki kilo göstereyim. Kilo söyleyen değil nedense değil mi? Olacaq və nə olacaq? Ben değilim. Bu əslində mən hamının vaxtını alacaq, 7 addımdan çıxardığım nəticəni görüşməklə bağlı. Mən ona əsas fikirləşdim ki, buradan nəyidə aparıram və fikirləşdim ki, biz bəzən bir musiqiyə qulaq asırıq. Mesela onda da ki O qamət məsələsi çox vacib məsələdir. Biz o bax ən böyük mənim üçün ən təsirli məqamlardan biri odur. O qaməti öyrənmək, saxlamaq. Bizim biraz vaxt lazımdır öyrənməyə, nədir? Əlbəttə, hə, yəni yox, redaktə edə gedirik özümüzü, amma bax o çox Yəni baxmadan öyrənməyə vaxt lazımdır. Çox vacib mesajdır. o keşfedilir. Mesela onda da ki çok maraqlıdır yani. Mesela Həmidə xanım necəcəyi hardasa gündə özümə və o xanıma, o qadına baxırım. Əslində o qamət kimdəsə çox təbii olur. O iki xanımda da o təbii. Məndə təbii deyil. Onu özüm ve ben hamıya demek istediğim bu vacip. O ümumiyyətlə
təmənnasız işlər vacib işlərdir. Təmənnasız sözlər vacib sözlər. Və təbii o vacibdir. Amma bir məsələ deyək, o son vaxtlar o da məni çox tutulur. Ben onu dəfələrlə danışıram, o da Çingiliseydi. Yəni, 20 apreldə o biz görüşədə, ondan o haqqında, atası haqqında danışdı. Tam çox adam eşitdi, o eşitdi yerlərə yerlərə. O atasından bir şey dedi ki, son zamanlara qədər ölümdən qorxuldu. Son ildə artıq o qorxudan azad oldu və həyatı dəyişdi. Mən bir yıl çoxdur ki, o qorxu bir hastalıqdır. Ne dərəcədə oldu, təqdir etmərəm. Sonra o ikinci dedi ki, o məni çox vacibdir. Mən ona çox qorxudan görə mən iqtidarda azalmışam. Buradakı ikincisi arkadaşlarım ölmüyor. Hastalıqda çıkıp içiye yıkılıp ve orada da kadın tehlikeli biri çıktı evinden ve gitti, oraya gitti. Bu ben çok rahatım. Üçüncü çok ben çok vacip değil ve ben istedim ki o demeli hayatımda ben o yolu başlamışım ama mahvet değilmişim. O da gelse görüldü korkaydı. İşte o genial bir kabuç. O bana öyle tesirdi ki o aslında yani ben ona çarpmadım ama aslında ben yolu genial bir kabuç. Ve nece diyeyim, ben çok havalarda gördüm, kadın evliliğinde daha da güzel. Kadın evliliğinde? Her yerde. Ve benim problemim oydu ki ben çok geç bulmuşum. Nidaros. O Nidaros da galiba ki ben şöyle Nabrıstı var, Nidaros. Nidaros yani o çok vacip mesela değil. Ve ben de fikir yaşarım ki olabilir ki biz Sıcağımda bile görüşerek vacip değil ki ben kulaklığa olayım. Siz de olabilirsiniz. Ben Azal'da otururum ve söylediğim yani bu mekan var, filmlere bakıp söylediğim ben diyebilirim ki ben o filme ucalı değilim ki o filmi çok da bakmıştım. O biliyorum o bana filme çok teselli etti. O da Linklater var, Black Story. Onun böyle bir filmleri var. Biri Rasliye'de, biri Zakada, biri Doğru. Ben mesela Pilas'ı çok da görmüştüm. O yüzden kimisi neceli. O mesela birinci seriyasını çekip 95'te, sonra 2004'te, sonra 2004'te. Ben mesela üçüncü filmden korkuyorum. O da ikinci filmde artık uşaklarım var. Ben mesela niye korkuyorum? O da dedi ki, ya ben korkuyorum ki o üçüncü film, o iki filmi inkar ediyorum. Yani ben istemiyorum. O bir mesele de var, ben çok da paramlıdır. Biz o yüzden Ucal'la Amam'da danıştık. Ben de geldi ki o kadar güzel değil. Ucal ne güzel başlaşmıyor, ama güzel. Ve ben fikirleştim ki biz böyle bir silsileliyiz ki burada da olabilir. 70. yılların güzelleri. Mesela bizim dörde güzeller aktif sanatları kimin değil? Elizabeth Taylor, ama Ucal Tarman, Sophie Valera, Cid olan için. Ve nice o güzeller değişir, güzellik değişir. Ben dün de gene bir 15 yere baktım, Ucal'ın gözüyle. O hanım, gene benim üstümde hissederdim ki o hanım, yani o hanım beni çok cazibeli değil. Ama ben o formal güzellik görmüyorum. Olabilir ya. Как ее зовут? Жюли. Юпер. Neyse demek istedim ki biz bu bir hadiseydi, o meydaki ad geçirmesi, jüri demişti. Şimdi o da o paralı ki o çok şey mesela yaş bana geldi. 12 yıl çekti mesela. İnsanlar değişiyor filmde. Ve o film, arada dedi ki, o bana hayli teselli verdi. Yani ben o teselliler değil, ileride ben istiyorum ki gelecekte bir hayat yaşayayım. Yaşayayım. Ama benim ihtiyarım o ki isteyeyim. Yani, ve orada bir ömür lazım değil, bir gece lazım. Bir gece sana verilirse,
addımlardan birindən məşəli qeyd etmək istəyirdim ki, məncə çox gözəl danışdınız öz təcrübənizdə də və ümumiyyətlə, məncə o vacib bir mesajdır, xüsusilə də gənclərə, çünki adətən daha pragmatik yanaşma olur, bəlkə də biz gənc olanda, sonra işləyəndə ki, həyatda nəsə eləmək lazımdır, qabağa getmək lazımdır, amma bu məşəlin yaşatmasını Məşəl barədə deyirdim ki, çox vacib mesajdır məncə, xüsusilə də gənclərə, amma ümumiyyətlə hər yaşlı bir insana ki, bu məşəli başqalarında da, yaxınlarımızda da, özümüzdə yaşadaq, həmişə pragmatik yolu seçməyək, bu məşəl də var. Здоровье определяется, правда, здесь есть опасность, есть риск. Вначале это риск, ты никогда не увидишь. Но нормальная жизнь, это только сначала, все становится скучно. Тут еще можно сказать, что неуспешная жизнь, потому что если следовать за этим планом, можно стать более успешным, не успешным. Я одного человека назвал, еще одного я взял. Есть такое вообще вот эти листики, религиозные листики, я влюблен, чем очень люблю листики. Вот есть такой Серафим Саровский, вечером моя корреспондентка, писала, есть. И ваша полоса говорит, смысл такой, никогда не видел, даже не пишу, очень близко не знаю. Есть Серафим Саровский, видите, это очень интересная фигура. Складывайте мир в своей душе, и вокруг тебя спасутся тысячи. Это очень важная штука, понимаете? Вот это такой кайф, обрети мир в своей душе, и вокруг тебя спасутся тысячи. То есть будут тысячи, конечно, меня тоже не будут, да? Но будет 5 человек, это очень здорово. Это важен кайф. То есть проработать, что такое кайф. О, кайф, о, арийский Murat geldi. Sen gider misin? Yok, malumatım yok. Buyurun. Sualım onun ibaretteki федерация группа как ощущается здоровье в 86 лет, вам, да, если я не ошибаюсь, и как ощущается болезнь? То есть с высоты этого возраста, как что такое здоровье и что такое болезнь? Долго говорить, я с самого начала сказал, что если вы перестраиваете себя, ну, прежде всего скажется, что мы это прежде всего дух. Человек это дух, тело. И это индивидуально так, потому что если вы возьмете материальный и я об этом говорю первый шаг, первый отзыв, о чем я говорю. Когда ты перестраиваешь, потому что я хочу быть счастливым, не спрашиваешь, что такое счастье, ты знаешь, что такое счастье, да? Как ты еще говорить, все рассыпется, но ты знаешь, что такое. Но когда ты вот на это перестраиваешь свою жизнь, да, становишься здоровее. Буквально это? Нет, конечно, есть случаи, где еще ты идешь по городу, камень полный. И это очень здорово, что камень полный. Почему это здорово? Потому что вот то, что вот в городе, что использовали, что здесь нет буквально ничего. Да? Все может быть неожиданно, все только вероятно, все может быть, а может не быть. Но мы живем в мире того, что может быть. И тогда, ну, например, я, когда в январе 22 года сидел, я думал, что вот так вот. Кто меня дарит? Я не знаю, кто дарит. Я это сделал, она сделала. Она появилась недавно в моей жизни. Правда, появилась совсем недавно. Ну, Борис давно и, как сказать, надолго. Борис, вот человек такого философа, она появилась в моей жизни
тогда, когда кончился один период. Вот этот период был связан, я очень жалею, что вот женщины, которые вот, за Борис знает, которую я очень люблю, очень жалею, что это было в моей жизни. Начало 2000-х годов у меня был связан с Диди. Вот такой сам. Вот 70 лет мне написали, они вот там выпишут. Вот это чешские дети мне написали. Я думаю, что мало кто... Да, чешские А дети. я помню, что ходили с моей дочкой в этот спектр. Вот, видите, Да. они написали, вот это я думаю, что ну, мало кто мог, никто не может похвастаться тем, что вот чешские дети написали рахманские сказки. Хотя я давно прочитал, интересно. Я давно их не читал. Лида написала, это очень короткое. Жил один добрый волшебник. Жил он в горах. Все звери и птицы и люди любили его за его и доброту. К нему приходило очень много людей и за совет, и за помощь. Он никого не отказывал. Он сейчас живет, но не в горах, а в городе. Сейчас помогает всем детям и детям. Мы все любим его. Сказка наивная до невозможности. Да, но поэтому рецепта у меня нет. И не живите болезнью. Вот и все. Вот и все. Какое-то сейчас время вы будете на это тратить. Конечно, будете тратить. Но вот я говорю, что я решил писать 10%, ну стал 5%. Но все остальное должно быть интересно. Вот не болезнь. Если жизнь у вас унылая, то болезнь захватит вас, конечно. Куда вы детей? Я не знаю, что я вам это память. Что ты хочешь сказать, скажи. Спасибо большое. Вы улыбаетесь, я улыбаюсь. У литовцев есть очень интересное, то христианское, литовское, у них есть очень интересное, когда болезнь тебя зовет, не оборачивайся. Но опять-таки, это же не буквально, иногда заставит оборачиваться. Да? Но, оборачивайтесь. Да, но настолько, насколько можешь не оборачиваться, не оборачиваться. Настолько, а вот это настолько можешь, это так много, что ты не можешь, это вот опять я то, что сказал, это то же самое. Что то, что мы можем, это так много, что в наших силах так много, что ну, можно обратить внимание на то, что от нас не зависит. Без заслуги четко. А вот без заслуги, когда четко-таки, mesela beylek ben evseldim Şamam'da. Şamam'da özü serbestsiydi. O gün bana keder güzel geldi ki hamam işler mi ne değil mi? Ben de sadece cevabı var. Başka yapamaz. Başka yapamaz. Ama kimde değil, daha iyi Hamamda? Yok yok. Kontrolü varsa bir şartla ki kimse ben kimse değil o teşkilat işlerinde kimse değil. Sen. O auditory bize neyse söz diyebiliriz. Normal söz. Zərdab haqqında yox, söyle. Zərdab haqqında bir də danışa bilərik sentyabrda. Zərdab haqqında danışmışam. Lezə Cəlil'in haqqındakı da danışmışam. Anna Karenina da danışmışam. Fiesta danışmışam. İlyada. İlyada Rus'a bitti ama biz kimin danışmışam? Жалею, жаля. Вот этот молодой человек, да, в сентябре сделайте поездку на человека. Сделайте. В сентябре, а если мы уже обсуждали, мы хотим теперь объединить с Эльвином. Вот Эльвин Герман. Не, ну это одно другому не мешает. Нет, Природа одно. Вместе. Нахчыван Тарьяти, А, очень хорошо. Yani onlar ki orada ben mesela Ebru'su istiyor. Ben bunlar şu an tabii ediyorum. Kendi grup, вообще это olabilir ki böyle bir beste olsun ki. Не исчезай. Из моей жизни не исчезай. Нет, жаль, все. Не исчезай.
Ben ne demiyorum. 7 adım 20 adım oldu. Öbür hasadırları ben tanıdım. Ben bir hiçbirini atmazdım. Hiç dokuz kadar çıkaracağım. Улыбается, После музыки, да, мы уже даже... Да, да, hammalık da.